Salam əziz şagirdlər və eyni zamanda müdavimlər. Bugünkü mövzumuz İsa Hüseynovun Zəhər hekayəsi olacaq. Çox qəşəng hekayələrdən biridir. Deməli, başlayaq əsərin təhlilinə. Birinci forma xüsusiyyətlərinə baxacağıq. Yadda saxlayaq ki, əsərimiz epik növdədir və epik növün hekayə janrındadır. Həcmi də elə də böyük deyil, sadəcə olaraq bu hekayəmizdə xırdalıqlar biraz çoxdur. Deməli, əsəri oxumayanlar varsa, bir qısa məlumat vereyim. Hadisələr Meşəbəyi Mir Qasımın həyatından danışılır və Mir Qasımın 60 yaşı var. Burada Mir Qasımın adının qabağında Meşəbəyi sözündən artıq biz başa düşürük ki, bu adamın vəzifəsi nədir? Meşəbəyi Mir Qasım Göy Ürgə adlı bir atı var. Onun həmişə ona minər və meşəni gəzərdi. Artıq uzun müddət idi bu vəzifə ilə məşğul idi. Amma əsərin əvvəlində biz görürük ki, kefsizdir və kefsizliyini gizlətmək üçün də o yay fəslində, yayın istisində şən mahnılar oxumağa çalışır. Amma onun mahnıların səsi nə qədər maraqlı olsa da, Meşəbəyin o səsindən həmin qəm hiss olunur. Oynaq mahnılar belə onun səsindəki qəmi gizlədə bilmirlər. Bəs yaxşı, niyə bu qədər qəmli idi? Çünki onun meşəbəylik etdiyi meşə layihəyə görə suyun altında qalmalı idi. Orada su çəkiləcəkdi. Ona görə də Meşəbəyinin bugün son günü idi meşədə. Yəni, yaşlı bir adam da bu vaxta qədər bu işlə, bu peşə ilə məşğul olub. Düşünün ki, nə qədər vəzifəsinə bağlıdır. Və bugün də son günü olduğu üçün meşənin suyun altında qalması ona çox pis təsir edir. Hətta orada əsərdə var ki, özü üçün sayır. Məsələn, dünən 3-cü günü, bugün 2-ci günü sabahı yatacaq, qalxacaq və su asılacaq, bütün meşə suyun altında qalacaq deyə bir ifadə orada işlədir. Və hətta da başqa bir önəmli məqamı sizə deyim. Kitabda xırda bir qeyd var, o oxucunun gözündən qaçır. Deyir ki, Meşəbəyi ilk dəfə idi özü ilə danışırdı. Bu da nəyə görə idi? Çünki qəmli olduğu üçün, meşənin suyun altında qalacağı üçün. Deməli, burada testə düşən məqamlar nədir? Mahnı oxuyanda bəzi şeylər oxuyur, işlətdiyi cümlələr hansıdır? Aşıq Ələsgərin düşdü rədifli qoşmasıdır. Deyir, çərşənbə günündə çeşmə başında gözüm bir alagöz xanıma düşdü. Sonra qaşını oynatdı, gözündən güldü. Bu da onun dilindən çıxan ifadədir. Ondan sonra isə bir də bir bayatı oxumaq istəyir bu şeirdən sonra. Lakin bayatının sözləri qəmli olduğu üçün həmin bayatını oxumur. Tez sizə desək ki, Meşəbəyi Mir Qasımın oxuduğu şeirlərdən bir bayatı idi, yanlış məlumatdır. Çünki bayatı ayrılıqdan, ölümdən danışırdı, o isə özünü kədərləndirmək istəmirdi. Və deməli, başqa bir məqam var, bu da testə düşə bilər Meşəbəyin oğlanları haqqında. Meşəbəyinin 3 oğlu haqqında burada məlumat var. Onlardan biri raykom katibidir, biri Bakıda oxuyur, ikincisi. Üçüncü oğlu, yəni sonuncu oğlu isə bu ki, bənd tikintisi olacaqdır, meşədə suyun altında qalacaqdır, həmin bənd tikintisində işləyir. Və zaten oğlanları bu işin içində olduğu üçün Meşəbəyi, necə deyərlər, bu işdə oğlanlarını günahkar bilmir və eyni zamanda meşənin suyun altında qalmasına, necə deyərlər, bir mənfi yanaşa bilmir, mənfi səbəb gətirə bilmir. Çünki oğlanları işin içindədir. Və hətta deyir ki, atı ilə danışanda, deyir, su çəkiləcək, bütün meşə suyun altında qalacaq. Amma bizim 100 yaşımız olanda bu su vasitəsi ilə yeni meşələr salınacaq və biz gedib orada meşəbəylik eləyəcəyik. Deməli, buradan hansı nəticə çıxır? O gələcəyə ümidlidir, yeni meşələrin salınacağına və yenə də meşəbəylik etməsinə ümidlidir. Test düşə bilər ki, məsələn, ümidini itirib. Yanlış məlumatdır. Daha sonra, əsərdə bu hissə hələ ki əsərin ekspozisiya hissəsi, yəni giriş hissəsidir. Daha sonra biz düyünlə, problemlə qarşılaşırıq, yəni əsas problemlə. Atı dedi ki, göy ürgədir və göy ürgəyə çox bağlıdır. Amma hamar bir ərazidə, yəni meşənin talasında yerilər, amma talada yeriyəndə bir də görülür ki, göy ürgə büdrüyür. Meşəbəy əvvəl buna fikir vermir, çünki onun əsas dərdi meşənin suyun altında qalması idi deyə fikir ora qarışıqdır. Amma göy ürgənin büdrənməsi getdikcə artır. Həmin ərəfədə Meşəbəyin növbəti şeirini oxuyur. Aşıq Abbasın Eyləsin rədifli Gəraylasını oxuyur. Gəraylanın da sözlərində Aşıq Abbas orijinala əsasən ki, könlüm qubar eyləsin. Amma Meşəbəy o şeiri oxuyanda sonuncu misrada qubar yerinə nübar sözünü işlədir. Deyir, könlüm nübar eyləsin. Oxucu artıq təxminən bilir də niyə bu sözü işlədir. Ona görə işlədir ki, yenə şeirə bir şən məzmun qatsın, kefini düzəltsin. Davam edək. Daha sonra göy ürgənin yerişi yavaşlayır. Hətta Meşəbəyi onu daha bərk getsin də şallaq vurur. Amma əvvəl şallaq vursaydı göy ürgə məsələn başlayardı bərk getmə, amma yenə də tərpənmir bu səfər. Və bir müddət gedəndən sonra göy ürgə dayanır.
Və görürük ki, adətən iki səbəbə görə dayanardı. Ya yaxınlıqda, kənarda tanış adam görəndə dayanardı, ya da ki, yəhəri boşalanda, naqqa çıxanda dayanardı. Meşəbəyi düşür, görür adam yoxdur. Hətta gedir atın yəhərini yoxlayır, görür hər şey qaydasındadır. Bəs bu at niyə dayanıb? Bir də görür ki, göy ürgənin ağzından köpük gəlir. Dərhal götürür köpüyü silir və qoxulamağa başlayır. Və qoxulayanda sizcə hansı bitkinin iyi gəlir? Asırqal halda bir bitkinin iyi gəlir onun ağzından. Meşəbəyi də qalıb belə baxır. Məsələ burasında idi ki, bu bitki bu hamar ərazilər, bu meşələrdə çıxmırdı. Uzqar dağlarda çıxırdı və meşəbəyi bu atı ora aparmayıb. Bəs bu at o bitkini necə yeyib zəhərlənib? Bu çox böyük sual idi meşəbəyi üçün. Bu faktiki olaraq at zəhərlənib. Test sizə desə ki, atın zəhərlənməsinin əsas səbəbi asırqal yeməsi idi və bunu fakt kimi təqdim eləsə, bu yanlışdır. Dediyimiz kimi, bu sadəcə meşəbəyin irəli sürdüyü ehtimaldır. Meşəbəyi fikirləşir ki, ata süd gətirsəm, at südü içib, necə deyərlər, zəhərlənməsi düzələ bilər. Və süd hardaydı? Yaxınlıqda təqribən 2 kilometr məsafədə it safxozu var idi. İt safxozu elən bir yer. Su iti orada saxlayırdılar. Və bir ay bundan əvvəl bütün o su itləri köçürmüşdülər oradan, ərazilər dağılmışdı və onun yanında 2 alaçıq var idi, yəni daxma. Orada da kim qalırdı? Safxozun, yəni həmin o it safxozunun direktorunun qaynatası Daşdəmir. Artıq oxucu burada yeni bir obrazla tanış olur, Daşdəmir obrazı ilə. Daşdəmir də orada özünün və bir neçə safxoz işçisinin mal-qarasına baxırdı. Meşəbəyi fikirləşir ki, gedib Daşdəmir mal-qara saxlayır, süd alım ondan və həmin o südlə atı sağaldım da. Gəlir ora 2 kilometr məsafəni təsəvvürün, atı o qədər sevir ki, 2 kilometr məsafəni o oradan, necə deyərlər, at üçün gedir ki, ata süd alsın. Gəlir həmin safxoza, görür ki, burada boz şlyapalı, şəhər ziyalısına oxşayan uzunboy bir dənə adam var. Cavan bir oğlandır və itlərin ona qarşı, necə deyərlər, tabi olmağına hiss olunurdu ki, o adam bura çoxdan gəlib, yəni yeni adam deyil də. Və Mirqasım həmin adamı görəndə onun yadına o meşəyə gələn şəhər ziyalıları düşürdü. Çünki biraz müasir geyinmişdi, başında şlyapa var idi və həmişə o şəhər ziyalıları Mirqasım meşəyə gedəndə onu çağırardılar, onu qonaq eləyərdilər deyə yenə də Mirqasımın yadına o meşənin suyun altında qalması düşür, yenə təəssüflənir, çünki böyük xatirələr var axı orada. Yenə təəssüflənir və başlayır həmin adam öz dərdini başa salmağa, Daşdəmiri istəyir. Uzadan Daşdəmirin səsi gəlir. Daşdəmir sevinir, gülə-gülə gəlir və Mirqasıma deyir ki, süd yoxdur. Biz burada Daşdəmir obrazı ilə tanış olduq və Daşdəmir necə obrazdır? Daşdəmir təbiətcə xəsis bir adamdır. Hədsiz dərəcədə xəsis və mənfi obrazdır. Deməli, bundan əvvəl işini keçirsin deyə insanlara nə qədər rüşvət verib. Məsələn, normalda safxozun tələbinə görə müəyyən qədər mal-qara saxlaya bilərsin. Bu sayda daha çox saxlayır. Gələn adamlara da rüşvət verib yola salır. Hətta Mirqasımı da neçə dəfə qonaq eləyib, sırf necə deyərlər, mal-qarası meşələrdə otlasın deyə. Mirqasım da bilməyib də rüşvət verilmiş buna, niyyəti rüşvət imiş. Belə bir adamdır. İndi bu Mirqasımla söhbət edən ərəfədə o şlyapalı adam, uzun adam görür ki, Mirqasım həqiqətən pis vəziyyətdədir, gedir süd gətirməyə. Nəysə, südü gətirir. Burada o südü gətirənə qədər biz Mirqasımla Daşdəmirin söhbətinin şahidi oluruq. Daşdəmir sevinir və Mirqasımı sancmağa başlayır. İndi axı Mirqasımın çətin vaxtıdır. Deyərlər, adam heç vaxt çətin vaxtda səni düşmənin ayağına göndərmə, düşmən ayağına getməyəsən. Allah heç vaxt çətin vaxtda səni düşməninin yanına göndərməsin. Elə bir vəziyyətdir. İndi bu şlyapalı adam gətirir südü. Mirqasım südü görəndə artıq xəyalən atının yanındaydı. Hətta xəyalını fikirləşirdi ki, Daşdəmirlə bir yerdə ata süd verirlər. Görün ata nə qədər bağlıdır adam, təsəvvür eləyin indi. Və o bu xəyalına bunu gətirəndə südə əlini uzadanda bir də görür ki, südə bir dənə təpik dəydi, həmin vedrə yerə boşaldı. İtlər başladılar südü yalamağa. Sən demə, Daşdəmir götürüb südü dağıdıbmış və Daşdəmir də yalandandır ki, səhvən ayağım dəydi filan fəs məkan. Mirqasım çox pis olur. Yəni, oxucu fikirləşir ki, Mirqasım yenidən deyər ki, bir dənə süd ver filan. Söhbət atından, ən sevimli heyvanından, hətta oğul qədər, Mirqasım öz dilindən çıxır bu söz, oğul qədər ona yaxın olan heyvandan gedir. Amma Mirqasımın qüruru imkan vermir ki, Daşdəmirdən yenidən süd istəsin. Heç nə, Mirqasım papağını belə qaldırır, o qədər məsələn kədərli idi ki, o qədər həyəcanlı idi ki, papağını qaldıranda tüstü çıxırdı başından. Bunlar hamısı əsərdə qeyd olunan önəmli məqamlardır. Və Mirqasım bu halda geri qayıdır. Heç nə də demir, oradan sonra geri qayıdır. Gəlir göy ürgənin yanına və o göy ürgənin yanına yaxınlaşanda artıq göy ürgə ölüm ərəfəsində idi və ölür.
Göyür öləndən sonra Mirqasım onun yiyənini, yəhərini çıxarır, birini əlində tutur, birini də çiyninə salır. Həmişəki getdiyi yolla yox, başqa bir cığırla gedir, yavaş-yavaş öz evinə doğru. Yolun ortasında da yəhəri qoyur yerə, oturur yəhərin üstünə, baxır uzaqlara və əsərin əvvəlində dediyi kimi sonunda da sözü təkrarlayır. Belə-belə işlər ay Göyürgə. Bu əsər maraqlı əsərdir. Əsəri həqiqətən hiss edib oxuyan üçün təsirli bir əsərdir. Mirqasımı sən anladınsa bu əsərdə, əsər sənin üçün həqiqətən təsir daşıyır. Əsərdə biz nələrə fikir verməliyik? Şöyle adam, adamı görəndə Mirqasımın yadına kimlər düşür? Şəhər ziyalıları. Daşdəmir necə insanı mənfi obrazlı, xəsislə paxıldır, rüşvət verib işini görür. Deməli, Göyürgənin hansı xasiyyətləri var idi dayanında, nə üçün dayanardı? Ya tanış adam görəndə dayanardı dedik, ya da ki dedik ki, yəhəri boşalanda dayanardı. Mirqasım hansı şeirləri oxuyur? Aşıq Ələsgərim də Aşıq Abbasın şeirini oxuyur, bir də Bayatı oxuyur. Desək səhvdir, Bayatını oxumur. Çünki Bayatının sözlərində qəmli sözlər var idi və qəmli sözləri oxumur. Və Aşıq Abbasın şeirini də Qübar sözünü dəyişir, Nübarla əvəz edir. Bunları yadda saxlamaq lazımdır. Əsərin ümumi mövzusu insan və təbiət mövzusudur və əsərin ideyası təbiəti məhv eləmək olmaz ideyasıdır. Yəni, kitabda verilən qeydlərə görə belə yadda saxlamaq lazımdır, amma bu əsərdən kifayət qədər daha çox ideya çıxartmaq olar. Belə, demək olar ki, xırda məqamların əksəriyyətinə toxunduq. Bir də övladları haqqında məlumatlar yadda saxlayaq. 3 oğlu var idi, bənd ikincisində işləyən vardı, Bakıda təhsil alan bir də raykom katibi idi. Oğlanlardan birinin raykom katibi olmasını Daşdəmirin dilindən də biz eşidirik. Daşdəmir özü deyir ki, oğlunun raykom katibidir, oğlanların yığışsınlar, sənə bir dənə maşın alsınlar, nə indirsən atı. Belə məqamlar da əsərimizdə özünü göstərir. Bir də hadisələr yay fəslində baş verir, yayın istisində baş verir. Belə əziz şagirdlər, müdavimlər, mövzumuzun izahı bu qədər. Videonu bəyənməyi, digər videoları keçid edib bəyənməyi və kanala abunə olmağı yaddan çıxarmayın. Növbəti videolarda görüşənədək.